Hər vaxtınız xeyir olsun. Kanala abunə olmağı unutmayın. Sual buraxış imtahanına salına bilər. Burada BDC üçbucağının sahəsini, yəni bu üçbucağın sahəsini tapmaq üçün gəlin bura x yazaq və biz burada 2də 1 AB sinus alfa düsturundan istifadə edəcəyik. Böyük üçbucağın sahəsini tapanda olacaq 2də 1 vurulsun 8 vurulsun x plus 5 vurulsun sinus alfa, yəni sinus 30 dərəcə. Daha sonra bu üçbucağın sahəsini necə taparıq? Olacaq 2də 1 vur 8 vur x vur sinus 30 dərəcə. Bu üçbucağın sahələrini bir-birindən çıxmaqla yerdə qalan üçbucağın sahəsini tapmış olacaq. Bunu sadələşdirək. Bunlar getdi 4. Burada da bunlar getdi 4. 4 vur x plus 5 sinus 30 dərəcə 2də 1'dir. Çıxılsın 4 vur x sinus 30 dərəcə, yəni 2də 1. Burada da yenə bununla bu getdi. 2 burada qaldı. Bununla bu getdi. 2 2x üstə gəl 10 çıxılsın 2x. Bunlar da islah olunur. Düzgün cavab 10 olar.